Söhbətimiz sehrin başqa bir növü olan sehrül məhəbbət haqqındadır. Yəni, məhəbbət yaratmaq üçün olunan sehr. Bəzi vaxtı bu sehri şəxs özü edir, əgər yollarını bilirsə. Bəzi vaxtı da bilməyəndə gedir, sehirlə, cadu ilə məşğul olan insana yaxınlaşır və onun üçün sehr edir. Bəzi vaxtı yazmaqlandır, bəzi vaxtı suya oxumaqlandır, bəzi vaxtı şirini oxumaqlandır. Həmin şəxs də bunu istifadə edəndən sonra sehirlənir və sehrin nəticəsində qarşı tərəfi onda şiddətli məhəbbət yaranır. Bunun halal tərəfi, haram tərəfi də var. Əgər halal işlər üçünsə halal, əgər haram işlər üçün də haramdır. Məsələn, kiminsə ailəsini dağıdıb, kiminsə yoldaşını, məhəbbətini özünə çəkmək. Bu haramdır əlbəttə, böyük günahlardan da sayılır. Bu kimi sehirlər də var. Və bu sehri edən insanlar düşünməlidirlər ki, bunlar böyük bir problemlə üzləşəcəklər. Niyə? Çünki bu sehri edən insanların kimə sehr olunubsa, o şəxsin o birisi tərəfə çox şiddətli məhəbbəti olur. Aşırı dərəcədə məhəbbəti olur. Hətta hazırdır ki, öz canından keçsin. Öz ailəsindən keçsin, atasından, anasından, dost-tanışlarından imtina eləsin, yalnız və yalnız filan kəsi sevsin. O olmayanda qəmlənir, olmayanda ağlayır, olmayanda özünü kontrol edə bilmir. Bu kimi problemləri var. Hətta sehr olunmuş əgər kişidirsə, kişiyə sehr olunubsa, evin riyasəti, evin böyüklüyü çatır xanıma. Kişi tam olaraq öz xanımına təslim olur. Xanımının bütün gördüyü səhvləri, qarşı tərəfin gördüyü səhvləri, günahları, hətta xəyanətləri belə görməzdən gəlir. Bu məhəbbət sehrinin təsiridir. Bəzi vaxtda analar bunu öz qızları üçün eləyirlər ki, qızların diqqəti özünə çəksin. Oğlanların diqqəti öz qızlarına tərəf yönəltsinlər. Bu kimi sehirlər də var. Bəzi vaxtda qohumlar arasında, qardaş arasında, valideynlər arasında da valideyn-övlad münasibətində bu kimi sehirlərdən istifadə edirlər. Əlbəttə, halal yolla sehirlərimiz də var. Halal yolla dualarımız var məhəbbət üçün. Bunlar haqqında paylaşım edəcəyik. Əgər mənfi sehir olubsa, onun batıl olması ilə də bağlı qarşıdakı həftələrdə bizim paylaşımlarımız olacaq inşallah. İmam Zaman ağanın dualarınızı unutmayın və bu videoları da paylaşın inşallah.